Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı Peygamberimiz sallallahu aleyhi ve sellem, onun əhl-i beyti, əshabların üzerine olsun. Değerli bacılar, değerli kardeşler. Bu sapıq, fitnekar, yani insanları azdıran, təlbiz, fırladan Əlxan Musayev 77 sifət ne zaman səhv eləyirsə, onun səhvi beyan olunanda səhvindən tövbə etmək əvəzinə ki, səhv eləmişəm, əslində səhvdən qayıtmaq bir şərəfdir, dəyərdir. Neynir? Məsələləri başlayır fırlamağa, insanları aldatmağa və bu yolda da böyük səhvlərə yola düşür. Və necə deyirlər, yəni daha böyük problemlər açır. La ilahe illallah. Baxın, bu 77 sifət sapıq, gizli səsi ortaya çıxmışdı. Timurtaşı tərifləyir. Timurtaşı, yəni o belə dəvətçi, o belə dəvət tərifləyir. Nəyə görə məhz Timurtaşı tərifləyir? Digər, yəni sufi və ya da məsəl üçün təriqətçilər ola. Çünki Timurtaş təkfirçilərin xoşuna gəlir, xavariclərin xoşuna gəlir. Çünki o bütün Türkiyə rejiminə kafir deyir, Türkiyənin ordusuna kafir deyir, Türkiyənin polisinə kafir deyirdi. Bütün rejimi təkfir edir. Hətta dövlətdə işləyənləri kafir görürdü. Bu da təkfirçilərin xoşuna gəldiyi üçün Timurtaşı tərifləyir. Məsələ o deyil. Məsələ odur ki, yəni bu təriflədi Timurtaşı, sonra Peyğəmbərdən yardım diləyən, imdad diləyən, digər səhvləri üstü ortaya açıldı, ya bu biyabır oldu. İndi çıxım nə deyir? Demək istəyir ki, Timurtaşı tərifləməsi səhv deyil və buna bir neçə dəlillər gətirir. Və bu dəlillərdə elə bir səhvə yola verir ki, düşünün, insanları görün, bu sapıq, yəni bu həqiqətən də öz, yəni elmi dəyərini itirən, özünü haqlı göstərmək üçün, yəni elmi dəyərləri belə ayaq altına alan bu insan gör nə deyir. Birinci nəyi dəlil gətirir? Əbu Hüreyrə hədisi. Əbu Hüreyrə radiyallahu anh Peyğəmbərimiz sallallahu əleyhi və səlləm gözətçi qoymuşdu sədəqəyə. İblis gəlir, şeytan gəlir, oğramaq istəyir. Əbu Hüreyrə onu tutur. Peyğəmbərimiz deyir ki, əsri neynədi? Dedi ki, fağır dedi, kasıb dedi. Ona görə buraxdım. Peyğəmbərimiz dedi ki, yenə gələcək. Ən son nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? Yəni şeytan deyir ki, Əbu Hüreyrə, mən sənə elə bir şey deyim ki, oxusan mən səndən uzaq olaram. Nədir? Ayətül Kürsi. Peyğəmbərimiz deyir ki, yalancıdır, kəzub, doğru danışdı. Yəni bu bidət əlinin tərifləməsinə bu hədisin dəlil gətirir. Ay sapıq. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Ayətül Kürsin fəziləti haqqında vəhy ilə bilirdi. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm şeytandan öyrənmədi ki. Kim desə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Ayətül Kürsin fəzilətini şeytandan öyrəndi, bu kafir olar. Əgər kim deyirsə ki, onun fəzilətini Əbu Hüreyrə şeytandan öyrəndi, onda zəlalət əhlidir o, onu deyən insan. Sahabəni ittiham edir. Sadəcə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, Peyğəmbər əvvəlcədən vəhy var idi Ayətül Kürsinin fəzilətli olması. Bunun nə əlaqəsi var bidət əhlinin tərifləməsi ilə? Yəni sən deməksən ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Ayət Kürsünün fəzilətini iblisdən, şeytandan öyrəndi və yaxud da ki, misal üçün Əbu Hüreyrə şeytandan öyrəndi. La ilahe illallah. Yəni bunu bidət əhlinin tərifləməsi ilə hardadır əlaqə? Bunu özü bidət əhlinin tərifləyir və bunu dəlil gətirir. Və arada Rasulullah sallallahu əleyhi və səlləm və sahabəni ittiham eləyir. Və gör insanlara hansı fəsad qapısını açır. Bu qədər sapıq, bu qədər yəni mənliyini itirmiş bir şəxsdir. Subhanallah. Sonra nə deyir? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ikinci dəlil gətirib. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ən müşrik, ən kafirdir insandan deyir, şeir deyib. La ilahe illallah. Özü tərcümə elədiyi Ədəbül Mufraddə Abdullah ibn Ravahanın şeirini deyib Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm dediyi şeir ən kafir, ən müşrikin sözü deyil. Abdullah ibn Ravahanın şeiridir o. Abdullah ibn Ravaha sahabədir. Muta döyüşünə şəhid olub. Subhanallah. Bayrağı qaldıranlardan idi. O şəhid onda Peyğəmbərimiz ağladı. La ilahe illallah. Ən müşrik, ən kafirin şeirini deyib. Abdullah ibn Ravahanın şeiridir o. Ay sapıq. Sən nə danışırsan sən? La ilahe illallah. Özün tərcümə elədiyində yazılıb. Ay oğru. O qədər onun bunun tərcüməsini oğramısan ki, öz tərcümə elədiyindən xəbərin yoxdur. Necə ki,
Quran-ı Kərimi də oğradın. Vasim Məmmədəliyevlə Ziya Bünyadovdan Mötəzilələri sildin. Dedin ki, tərcümə eləmişsən. O qədər oğurluğa alışmısan ki, ay oğru, yalancı, kəzzəb. Ədəb-ül Müfrətə tərcümə eləmişsən ki, bu Abdullah Ravahan şeiridir. Bu ən kafir, ən müşrikin şeiri deyil. Sonra deyirsən ki, bu Darafədən gəlib. Darafədən gələn rivayət İmam Əhməd Müsnədinə gəlir, Şeyx Albani zəifdir. Ay sapıq, bir araşdır da. Özün tərcümə elədiyin rivayətdə səhih rivayət odur ki, Abdullah Ravahan şeiridir o. Amma zəif rivayəti gətirirsən sən. Ay utanmaz. Şeyx Albani deyir ki, o zəif rivayətdir. Darafədən gələn rivayət. La ilahe illallah. Hətta bu olsa belə, yəni Peyğəmbərimiz s.ə.v şeir desə belə, zəifdir rivayət, hansı ki, kafirdən gələn rivayət. Abdullah Ravahan şeirdir. Bəyəm o bidət əlini tərifləməyə dəlildir? La ilahe illallah. Bəyəm o Peyğəmbərimiz s.ə.v o bidət əlini təriflədi, o bidətdir, o kafirin küfrünü yaydı, getdi insanları şirkə dəvət elədi. Hansı ki, o rivayət zəifdir. Gör, nə qədər sən, yəni, nə deyim mən sənə? Allah səni islah eləsin, layiqsənsə. Yəni, çıxıb deyə bilmirsən ki, səhv eləmişəm. Sahabəni belə ittiham edəcəyi qədər rəzil rüsvay olursan sən. Allah səni gör, nə qədər rəzil rüsvay eləyib. Allah səni şərrindən qorusun xalqımızı, millətimizi. Nə qədər insanları aldatdın sən, vicdansız. Suriyə fətvası verdin, insanları ölümə göndərdin, sonra fırlamaya çalışdın. Təkfir elədin, kafir gördün, hər bir insan sonra fırlamaya çalışdın. Gör, nə qədər insan ölkədə təkvirçilər yetişdirirsən. Allah səni şərrindən qorusun bu gözəl vətənimizi, xalqımızı. Amin.